Mən artıq prezidentlə yanaşı bizim Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyevə müraciət edirəm. Cənab Kamran müəllim, mən bir vəkil olaraq, bir insan olaraq bu vətəndaşların hər birinin yanındayam və hər bir vətəndaş da haqqı üçün mübarizə aparır. Bu vətəndaşların sizə bir müraciəti var. Cinayət Məcəlləsinin 186-cı maddəsi var. Göstərilir ki, özgənin əmlakına qəsd var. Yəni burada 174 ailənin əmlakı, əmlak dedikdə qanunverici nə deyil? Şiferi, taxtası, daşı, qumu, hər bir şeyi şəxslərin əmlakıdır. Şəxslərin, belə desək, televizoru, bütün qab-qacağı, bütün mebel əşyaları evdə ola vətəndaşların gözü qarşısında dəhşətdir. Vəhşicəsinə evləri sökülüb. Çox xahiş edirəm, nəzarətə götürün, göstəriş verin, cinayət işi başlansın, araşdırma aparılsın. Ən azından bütün qeyd etdiyimiz Bakı Şəhər İcra Hakimiyyətinin, Nərimanov rayon İcra Hakimiyyətinin, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin vəzifəli şəxslərinə və qeyd etdilər burada, həmin o komissiyada iştirak eləmiş digər vəzifəli şəxslərə bu söküntünü, bu vəhşicəsinə əmlaklarına edilən qəsdi törədənlər vəzifəli şəxslərin hər biri barədə cinayət işi başlansın. Yəni açığı deyin, vətəndaşlar həqiqətən deyirəm çarəsiz vəziyyətdədir. Yəni şikayət elədikləri, müraciət elədiyi yerlər qalmayıbdır. Sizdən çox xahiş edirəm Kamran müəllim. Bilirəm siz ədalətli yanaşma göstərəcəksiniz. Mən dəfələrlə bunun şahidi olmuşam. Sizin qəbulunuzda olandan sonra bir çox işlərdə müsbət nəticələr əldə olunubdur. Çox xahiş edirəm. Bununla bağlı müəyyən araşdırma göstəriş verin, araşdırma aparılsın. Prokuror tərəfindən həm vəzifəli şəxslərin əməllərində əməllərinə hüquqi qiymət verilsin. Bu insanlara dəymiş küllü miqdarda zərər. Hər bir vətəndaşın minimal mən hesablayıram 80 kvadratdan orta hesabla, yəni burada 150 kvadrat olan mənzildə olub, 120 də, 40 da, 45 də, ortalama 80 kvadrat eləyir. Yəni vətəndaşa küllü miqdarda zərər vurulmaqla əmlaklarına qəsd olunur. Real qanunvericinin tələbi də var, Cinayət Məcəlləsinin 186-cı maddəsi ilə və qeyd etdim vəzifəli şəxsin digər fəaliyyəti ilə bağlı 308-ci maddədir, digər məsələlərdən bağlı cinayət işi başlamaq olar və müəyyən araşdırmalar aparmaq olar və aydınlaşdırılsın görək bu vətəndaşlar hamısı boynundan atır. Dəmir yol qapalı Səhmdar Cəmiyyəti deyir, mən eləməmişəm. Nərimanov İcra Hakimiyyəti deyir, mən eləməmişəm. Bakı Şəhər İcra Hakimiyyəti deyir, mən eləməmişəm. Bəs kim edir? Gecə ilə mi söktülər? Gecə ilə sökülməyib. Günüzdən başla mən özüm burada iştirak edirdim. Vətəndaşları, cənab baş prokuror, bizi qəbul edin. Mən çox xahiş edirəm. Məni və bu insandan bir neçəsini qəbul edin. Bizim əlimizdə video görüntülər var. Açıq-aşkar bütün o texnikaların, istər ekskavatorların, istər digər texnikaların, bütün hamısının üzərində Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin logosu var. Bunu gizlədə bilməz. Mən onların vəzifəli şəxslərinə müraciət edirəm. Vicdanınız olsun. Bunu gizlətmək Allah xoş getməyəcək. Bir gün ilahi ədalət sizdən bunun haqqını soracaqdır.